İmtahanlar niyə var ümumiyyətlə? Eşitmisiniz də dini mətnlərdə var ki, Allah sevdiyi bəndəsinə bir növ o bəlanı, imtahanı, çətinliyi göndərir. Niyə? İstəyir ki, ey bəndə, ey bəşər, səni düzəltsin, ruhu pərvaz elətdirsin. Yəni iblis ki, Adəmə səcdə eləmədi, Allah təala onu niyə məhv eləmədi? İblisin rolu var. İblis səni vəsvəsə eləyəcək, öz ruhunla mücadilə eləyəcəksən, irəli gedəcəksən. Görürsən, hər situasiyada Allahın rəhmətini görmək mümkündür. Onsuz da bu dünyanın quruluşu ədalət prinsipi ilə deyil ha. Allah bizlə ədalətlə davransa, vallah biz batmışıq. Nəyi düzgün edirik? Namazımız nə qədər düzgündür? Nə qədər ixlasla namaz qılırıq? Bilmirəm. Namazımız qəbuldur ya yox? Bilmirəm. Şəxsən özümə sual verirəm. Siz də özünüzə sual verin. Namazın qəbuldur ya yox? İbadətin, itaətin, verdiyin sədaqə qəbuldur ya yox? Bilmirəm. Mən bilmirəm. Bilmirəmsə vəziyyət çətinləşir. İlahi, sənin ümidinə buraxmışam. İlahi, sən rəhmətlə davran məndən.